Hər kəsə salam, mən Minur İsmayzadə. Bugünkü videomda bir izləyicimin istəyi üzərinə 6-cı sinif üzrə ümumiləşdirici tapşırıqlardan bir neçəsini izah edəcəm. Amma burada tapşırıqları izah edən zaman məqsədim sırf həmin tapşırığın həlli yox, daha çox qaydanı izah etmək olacaq. Ona görə nümunələri birbaşa kitabdakı nümunələri yox, rəqəmləri, ifadələri dəyişərək yazacağam. Məktəb dərsliyi 6-cı sinif 2-ci hissə, səhifə 119, 6-cı sinif üzrə ümumiləşdirici tapşırıqlar hissəsinə baxırıq. Birinci tapşırıqda deyilir ki, verilmiş ifadələrin əvvəlcə cəmini, sonra isə fərqini yazın, alınan ifadələri sadələşdirin. İlk öncə iki ifadənin cəmini və yaxud da fərqini necə yazmalıyıq, daha sonra necə sadələşdirməliyik, buna baxaq. Birinci növbədə cəmdən başlayacağım. Məsəl üçün, bizə verilir ki, 3A üstəgəl 5 və 9 çıxaq 2A ifadəsi. Və bizdən tələb olunur ki, bu ifadəni sadələşdirmək. Daha doğrusu, cəmini tapıb sadələşdirmək. Ümumiyyətlə, iki ifadənin cəmi və ya fərqi haqqında danışarkən, bunu tapmağa çalışarkən, hər zaman bu ifadələri mötərizə içərisində yazmalıyıq. İki ifadənin fərqini izah edən zaman mötərizənin nə üçün vacib olduğunu vurğulayacağam. İndi isə bu ifadələri toplayaq. 3A üstəgəl 5 üstəgəl 9 çıxaq 2A. Baxın, bizdən iki ifadənin cəmini tapmağımızı istəyir. Yəni bu üstəgəl bu. Və biz bunları hesablamaq üçün bu mötərizələri açmalıyıq. Mötərizəni necə açacağıq ona baxaq. Əgər mötərizənin qarşısındakı işarə müsbətdirsə, mötərizənin içərisindəki işarələr olduğu kimi qalır. Və heç nə yoxdursa, yəni baxın, burada heç nə yazılmayıb da, düzdür. Heç nə yoxdursa, bu da müsbət deməkdir. Gəlin bu mötərizəni açaq. 3A üstəgəl 5 olur. Çünki qarşısındakı müsbətdir, içərisindəki işarə olduğu kimi qalır. Üstəgəl, bura üstəgəl olduğu üçün yenə içəridəki işarə olduğu kimi qalır. Plus 9 çıxaq 2A. Dediyim kimi, əgər heç nə yazılmayıbsa, bu üstəgəl deməkdir. Ona görə plus 9 yazıram. Və bu ifadəni sadələşdirmək üçün oxşar hədləri toplayıb çıxa bilərik. Burada oxşar hədlər hansılardır? 3A və 2A, 9 və 5. Düzdürmü? Belə qoyun, bilinsin. 3A çıxaq 2A. Bunu çıxdığım zaman qalır 1A. Doğru. 5 üstəgəl 9. Toplayıram və qarşısındakı işarənin üstəgəli qoyuram. 14. Bu ifadələrin toplanıb sadələşdirilmiş halıdır. Cavab isə A üstəgəl 14-dür. Bunu tətbiq edərək kitabdakı çalışmanı özünüz işləyə bilərsiniz. Yaxşı, bəs çıxma olsaydı bu ifadə necə sadələşdirilərdi? Məsəl üçün, A üstəgəl 3B və A çıxaq 3B. Bu elə kitabdakı nümunədir. Çıxmaq üçün dediyim kimi, birinci ifadəni mötərizə içində yazıram. Birincidən ikincini çıxmalıyam. Çıxaq. İkinci ifadəni də mötərizə içində yazıram. Baxın, əgər biz burada mötərizə istifadə etməsəydik, bu ifadə bu şəkildə olacaqdı. Yəni, A üstəgəl 3B çıxa çıx B. Lakin bu belə olmur. İndi göstərəcəm niyə. Mötərizəni təkrar yazıram. Qarşısında heç nə yoxdursa, bu deməkdir ki, bu müsbətdir və içəridəki işarəni olduğu kimi yazıram. Yəni, bu 3B üstəgəl 3B olduğu kimi qalır. Bu işarə çıxaqdır. Çıxaq olduğu üçün içəridəki işarələr dəyişəcək. Yəni, müsbətdirsə olduğu kimi açılır. Çıxaqdırsa içəridəki işarələr dəyişir. İndi baxaq necə dəyişir. Mən dedim ki, qarşısında heç nə yoxdursa bu üstəgəl deməkdir. Amma bura çıxaq olduğu üçün o üstəgəl dəyişir, çıxaq A olur. Və bu hissədə çıxaq 3B-dirsə, burada da çıxaq varsa, üstəgəl 3B olur. Çünki qarşısı çıxaqdır, içəridəki işarələri dəyişdirir. İndi baxaq, oxşar hədləri toplayıb çıxaq. Burada var bizdə A, çıxaq A. Eyni ədəddən eyni ədədə çıxanda 0 qalır. Heç nə yazmıram. Bir də var 3B üstəgəl 3B. Eləyir 6B. Cavab 6B eləyir. Sadələşdirilmiş halı budur. İndi ikinci tapşırıqdan da bir nümunəyə baxıram. C variantına. Mənfi A çıx B üstəgəl 7.
Biz dedik ki, əgər qarşısındakı mənfidirsə, içəridəki işarələr dəyişir. Elə isə dəyişdirib mötərizəni açaq. Və burada heç nə yoxsa 1 deməkdir. Yəni -1-i -1 A-ya vuranda eləyəcək müsbət A. -1-i -B-yə vuranda eləyəcək üstəgəl B. -1-i 7-yə vuranda eləyəcək çıx 7. Gördüyümüz kimi içəridəki bütün hədlərin işarəsi dəyişdi. -A oldu müsbət A, -B oldu müsbət B, müsbət 7 oldu çıxaq B. Yəni bu şəkildə biz bu mötərizəni aça bilərik. Əgər mötərizənin qarşısındakı ədəd mənfidirsə, içəriyə vuran zaman içəridəki işarələr dəyişir. Bunu bu şəkildə də yadda saxlamaq olar. Bu cür də yadda saxlaya bilərsiniz ki, onsuz da bura -1 yazmışam və -1-i -A-ya vuranda müsbət eləyir. -1-i -B-yə vuranda müsbət eləyir. -1-i müsbət 7-yə vuranda -7 eləyir. Yəni həm mötərizənin qarşısındakı işarəyə baxıb içəridəki işarələri dəyişə bilərəm, həm də müsbət və mənfi ədədlərin vurulmasından istifadə edərək dəyişə bilərəm. Növbəti nümunələrdə də 1-in yerində neçə dayanıbsa, o ədədə vuracağıq, ona uyğun da işarəni yazacağıq. Başqa bir nümunə yazacağım və onun üzərindən bir daha izah eləmək istəyirəm. -9. Mötərizə içində də yazıram ki, 2K çıx 5N çıx 9. Dedik ki, əgər mötərizənin xarici mənfidirsə, mötərizənin içərisindəki işarələr dəyişəcək və ya mötərizənin xaricindəki ədədi içəridəki bütün hədlərə vurmalıyam, düzdürmü? Vurduğum ədəddə -9 olduğuna görə içəri vuran zaman ona uyğun işarələri dəyişməliyəm. Yəni, -9-u 2-yə vuranda -18 eləyəcək. Eyni qaydada işarəsini yazmalıyam. 18K. -9-u -5N-ə vuranda üstəgəl 45 eləyəcək. Çünki mənfi vuranda müsbət eləyir. 45N. Və -9-u -9-a vuranda üstəgəl 81 eləyəcək. Çünki mənfini mənfiyə vuranda müsbət eləyir. Ümid edirəm ki, bu izahlarım sizin üçün aydın oldu. Çünki çalışdım ki, tapşırığı yox, o tapşırıqda istifadə olunan qaydanı izah edeyim. Gələn dərslərdə də elə buna fokuslanacağam. Digər tapşırıqlarda söz gedən qaydalar izah edəcəm. Və təbii ki, sıfırdan riyaziyyat dərsləri seriyamın növbəti videolarda çəkiləcək.